getməyi düşünürük. Tətil üçün rayon havası almaq təbii ki də istəyirik. Novruza şirniyyatlar bişirək, hazırlaşmaq istəyirik. Ailəvi hamımız yığışaraq, yəni belə bir yerdə vaxt keçirmək istəyirik. Novruz bayramı xalqımızın deməli mifologiyasından bağlı olan bir bayramdır. Yəni ki, bu çox qədimdən gəlir. Hətta ölkəmizdə Sovetlər dövründə qadağan olduğu bir vaxtda mənim həm valideynlərim, həm də nənəm babam çalışırdı ki, o Novruzu necə əvvəllər özləri keçiriblər, yəni hələ o Sovet hökumətindən də qabaq keçirdikləri kimi keçirsinlər. Hər cürə ona çalışırdılar. Bəlkə də bu qanlandı, mən bilmirəm, o şeylərdən mənə də keçib və məndən də evlatlarıma keçib. Hiss edirəm ki, o bayram gələndə belə bil ki, təkcə təbiətin uyanışı deyil, özümüz də uyanırıq. Elə bil ki, evdə, eşikdə böyük təmizlik işləri aparırıq. Sonra ayrı-ayrı yeməklər pişirilir, hazırlıq görülür və mənim ailəm biraz böyükdür. Bu mənada ki, həm 3 evladım var, 3 evladımın da özlərinin, hərəsinin 3 evladı var. Onların hamısı Novruz axşamı bizim qonağımız olur. O səbəbdən də nənə baba kimi biz buna çox geniş hazırlaşırıq və çalışırıq ki, keçmiş adət-ənənələrimizi saxlayaq və özümüzdən sonra gələnləri ötürək. Bu bizim üçün, aləmiz üçün böyük bir adət. Əlbəttə, hamı çalışır ki, inanclara görə stolu, süfrəsi dolu olsun. Əlbəttə, bundan istifadə edən bəzi işbaz satıcılar qida yeməklərin, ümumiyyətlə, Novruz vaxtı xüsusilə istifadə olunan qoz, fındıq, iydə, badam, bunların qiymətlərində artım yaradırlar. Əlbəttə ki, bir şey ki, Novruz bayramında istifadə olunacaq və insanların ehtiyacı varsa, bu qiymət artımını daha da artırmaq lazım deyil. Məsələn, səmənin qiyməti Novruz bayramı bitəndən sonra çox aşağı düşür, amma Novruz bayramı vaxtı çox baha olur. Hətta bir şey ki, səməni yəni təbii yolla yetişdirilir, amma bəzən səmənin qiyməti 10 manatdan da yüksək olur. Halbuki səmənin başa gəlməsinin qiyməti maksimum ola bilər 3 manat, 4 manat. Yəni bundan işbazlar suyu şəkildə istifadə etməyinə mən doğru şəkildə qəbul edirəm. Novruz bayramı deyəndə ağlımıza ilk atributlar olaraq şəkərbura, paxlava gəlir. Normalda valideynlərimiz də bu şirniyyatları daha çox evdə bişirirlər. Ancaq mən bir cavan olaraq vaxt itkisi baxımından evdə bişirilməni yox, daha çox mağazalardan alınma şirniyyatları üstün tuturam. Özüm isə Novruz bayramını bu il Bakıda ailəmlə və dostlarımla qeyd edəcəm. Bayram atmosferi hər yerdə hiss olunur. Hər kəs kimi yəqin ki, uzaqda yaşayan toxum əqrabalarımı görməyə gedəcəm, onları ziyarət edəcəm. Belə fikirləşirəm ki, 12 gün Novruz tətili üçün kifayət vaxtdır, nə azdır, nə çoxdur. Yəni maksimum ailəmlə bir yerdə nənə babamı görməyə gedəcəm. Novruz bayramı məncə insanların ən sevdiyi bayramlardan biridir. Çünki yazın gəlişi ilə insanların abu-havası da yüksəlməyə başlayır. Novruz bayramına əlaqədar tətillər də artıq başlanılır. 10 günlük iş həftəsində bəzi insanlar artıq rayonlara üst tutur, bəziləri isə öz evlərində bayramını keçirməyə hazırlaşır. Novruz bayramı məncə xalqımızın ən sevdiyi bayramlardan biridir. Çünki burada milli adət-ənənələrimiz özünü göstərir, milli yeməklərimiz, çoxlu şirniyyatlar olur. Məncə bu hamının ən çox sevdiyi nüanslardan biri də budur. Daha sonra Novruz bayramı münasibətilə tətil olur. Tətildə çox insan kimi, məsələn, biz də rayona getməyi planlaşdırırıq. Burada qohumlarımıza birlikdə bayramı keçirmək, birlikdə tonqal başında əyləşmək çox maraqlı olur. Məncə Novruzun adət-ənənələri mənim üçün kimi, hamı kimi də çox maraqlıdır.